Hamıya salam. Bugünkü təhlilimizdə verilənlər bazasının performansını, necə deyərlər, uçuracaq, çox maraqlı və vacib bir mövzuya toxunacağıq. Bilirsiniz, biz proqramçılar məlumatları sinxronlaşdırmaq və ya o havada qalan yetim qeydləri təmizləmək üçün dərhal ən sevimli, sehirli çubuğumuza, triggerlərə qaçmağa çox neyliyik. Amma bugün, gəlin görək niyə triggerlərlə həddindən artıq irəli getməməliyik. Bəli, mövzumuz məhz budur. Verilənlər bazasının öz daxili gücünə güvənib, o öyrəşdiyimiz avtomatik triggerlərdən asıllığımızı necə azalda biləcəyimizi birlikdə kəşf edəcəyik. İndi yəqin düşünürsünüz ki, axı triggerlərin nəyi pisdir? Baxın, sizin o arxa planda səssizcə işləyən, hər şey sakitcə həll etdiyini düşündüyünüz sehirli triggerlər var ha? Bəlkə də elə sorğularınızın performansını gizlicə məhv edən əsas səbəbkar onlardır. Əgər sisteminiz böyük məlumat yeniləmələrində birdən-birə donursa, böyük ehtimalla günahkarı çox uzaqda axtarmağa ehtiyac yoxdur. Əvvəlcə bilməyənlər üçün qısaca üstündən keçək. Ümumiyyətlə, trigger nədir? Sadə dildə desək bu, cədvəldə hər hansı bir delete, insert və ya update əməliyyatı baş verən kimi avtomatik işə düşən kiçik kod parçası, yəni bir stored procedure'dır. Etiraf edək ki, onun xam gücü həqiqətən cəlbedicidir. İstənilən dəyişikliyi anında tutur. Amma əsas məsələ də elə budur. Sırf avtomatikdir və nəzarətsiz gücə malikdir deyə onu hər problemi həll edən universal bir vasitə kimi qəbul etmək qətiyyən olmaz. Təsəvvür edin ki, yetim qeydlərin qarşısını almaq istəyirik. Deyək ki, bir sifariş silinib, amma detalları hələ də bazada qalıb. Çoxumuz dərhal buna bir trigger yazırıq. Mənbə materialımız isə bunu çox qəşəng təsvir edir. Bu cür standart tapşırıqlar üçün trigger yazmaq sadəcə cərrah bıçağı lazım olan yerdə böyük bir balyozdan istifadə etməyə bənzəyir. Yəni, verilənlər bazası enginin onsuz da özünün çox asanlıqla edə bildiyi bir işi, niyə ona yavaş, mürəkkəb prosedural kod yazaraq öyrətməyə çalışırıq ki? Heç məntiqi deyil, düzdür? Gəlin bunu əyani şəkildə müqayisə edək. Sol tərəfə baxın, sırf əlaqəli qeydləri silmək üçün yazılmış o uzun, qarışıq trigger kodu. Bunu yazmaq bir dərd, saxlamaq bir dərd, sabah kimsə gəlib oxuması tam bir baş ağrısıdır. İndi isə sağ tərəfə baxın. Declarative Referential Integrity, qısaca DRI yanaşması. Sadəcə on delete cascade və salam. Bir sətirlik zərif bir kod. Bu sadəcə sintaksis və görünüş məsələsi deyil, həm də sistemin necə nəfəs almasıdır. İndi özünüz deyin, hansı yanaşma sisteminiz üçün daha sağlam görünür? Verilənlər bazanızın daxili gücündən istifadə etdikdə, əslində bu DRI əməliyyatlarına birbaşa çıxışınız olur. Məsələn, Cascade istifadə etsəniz, ana cədvəldən nəsə silinəndə, o dəyişiklik avtomatik və ən əsası çox sürətlə alt cədvəllərə də gedir. No action desəniz, istinad olunan qeydin ümumiyyətlə silinməsinin qarşısını alırsınız, set null və ya set default ilə isə məlumatın formasını asanlıqla dəyişə bilirsiniz və ən gözəli odur ki, bütün bunlar arxa planda tam avtomatik baş verir və tək bir trigger belə yazmadan. Bəs bütün bunlar niyə bu qədər kritikdir? Səbəb tam olaraq budur. Verilənlər bazasının əsl beyni olan Query Optimizer, siz constraint yaradanda o məlumatı oxuya və anlaya bilir. O cədvəllər arasındakı əlaqəni görür və ən ideal yüksək performanslı icra planını qurur. Amma yerinə trigger yazsanız nə olur? Optimizer üçün o trigger tamamilə qaranlıq bir qutudur. İçəridə nə baş verdiyini bilmir, təxmin edə bilmir, nəticədə optimallaşdırma edə bilmir və performansınız sürətlə aşağı düşür. Digər bir məşhur səhvimiz isə computed, yəni hesablanan məlumatları triggerlə idarə etməkdir. Sol tərəfdə görürsünüz, sifarişin ümumi məbləğini hesablamaq üçün hər bir əməliyyatda işə düşən ağır bir trigger var. Hər dəfə insert, delete, update olanda oyanır, hesablayır, yazır. Çox yorucu prosesdir. Amma sağdakı kimi cədvəl yaradanda sadəcə bir calculated column təyin etmək, bax bu əsl oyun dəyişdiricidir. Həm kodunuz tərtəmiz qalır, həm də çox daha ağıllı və sürətli işləyir. Triggerin gətirdiyi o lazımsız yük sadəcə yoxa çıxır. İstisnalar, triggerlərin həqiqətən parladığı məqamlar. İndi yəqin fikirləşirsiniz ki, yaxşı, əgər trigger o qədər pisdirsə, ümumiyyətlə silib ataq da, xeyr, tələsməyin. Bəzi ağır senarilər var ki, orada triggerlər doğrudan da əvəz olunmazdır. Məsələn, oxuma prosesini sürətləndirmək üçün bazanı qəsdən denormalizasiya etmisinizsə, o məlumatları sinxron saxlamaq üçün trigger ən yaxşı dostunuzdur. Yaxud, constraintiniz başqa bir cədvəldəki məlumatdan asılıdırsa və ya iki tamamilə fərqli verilənlər bazası arasında bütövlüyü qorumalısınızsa, bax o zaman sadə constraintlər heç nə edə bilmir. Bax, məhz bu ağır işlərdə triggerlər həqiqətən də səhnəyə çıxıb parlayır. Əlbəttə, bir də texniki reallıqlar var. Hər verilənlər bazası idarə etmə sistemi, yəni DBMS, eyni deyil. Əgər sizin istifadə etdiyiniz DBMS
check constraintləri içində subquerylərə icazə vermirsə, o zaman açığı məlumat bütövlüyünü qorumaq üçün trigger istifadə etməkdən başqa çox da seçiminiz qalmır. Yəni, həmişə birinci öz engine'inizin rəsmi sənədlərinə baxıb limitlərini öyrənmək lazımdır. Yaxşı, gəlin əksər proqramçıların qorxulu yuxusuna toxunaq. Təsəvvür edin, sistemə minlərlə, hətta milyonlarla qeyddən ibarət böyük bir data yükləyirsiniz, bulk import edirsiniz, cədvəlinizdəki o hər şeyə cavabdeh triggerlərə bu zaman nə olur? Aha, düz tapdınız, onlar hər bir sətr üçün tək-tək, bəli, tək-tək oyanır, hesablamalar aparır və verilənlər bazanızı az qala faktiki olaraq dondurur. Bu yəqin ki, inkişaf etdiricilərin ən çox qarşılaşdığı ən böyük ağrılardan biridir. Bəs bunun qarşısını necə alaq? Sizə əla bir peşəkar məsləhəti verim. Kütləvi əməliyyatlarda bu problemi yaşamamaq üçün triggerləri heç vaxt birbaşa base, yəni əsas cədvəllərə qoymayın. Qətiyyən. Bunun yerinə view'lar yaradın və instead of triggerlərini həmin view'lara bağlayın. Beləcə, tətbiqiniz yeniləmə edəndə trigger normal şəkildə işləyəcək, amma siz arxa planda admin kimi əsas cədvələ birbaşa kütləvi data yükləyəndə o triggerlər boş-boşuna işə düşməyəcək. Həm təhlükəsizlik qorunur, həm də bazanız rahat nəfəs alır. Əla taktikadır, düzdür? Beləliklə, bu icmalımızın sonuna gəldik. İndi özünüzə bu sualı verməyin tam zamanıdır. Gedib verilənlər bazanızda bir audit geçirib, o köhnə ağır triggerləri engine'in öz daxili constraintləri ilə əvəz etməyə nə deyirsiniz? Məncə, məlumat bütövlüyünü tətbiq kodundan çıxarıb, birbaşa mühərrikin öz təbii xüsusiyyətlərinə etibar etməyin və o böyük balyozu kənara qoyub, nəhayət ki, uyğun cərrah bıçağını seçməyin vaxtı artıq çatıb. Tətbiq etməyə dəyər.